Burada hepatit və onun təhlükələri haqqında danışmaq istəyirəm. Hepatitlərin bir növü virus hepatitləridir və xüsusi viruslar tərəfindən törədilir. Bura A və Y hepatiti oral yolla, yəni ağızdan qəbulla yoluxduğumuz hepatitdir. B, C və D hepatitləri isə qan təması olan istənilən prosedur, əməliyyat, doğuş zamanı və eyni zamanda cinsi yolla da keçmə ehtimalı olan hepatit növləridir. Bunlardan A və Y hepatiti simptomatik müalicə olunur, xüsusi bir antiviral müalicəsi yoxdur. B, C və D hepatitləri hər birinin özünə məxsus müalicə yöntəmi vardır. Bunlardan C hepatitinə qarşı qorunmaq üçün yolumuz yoxdur, amma B hepatitindən isə qoruna bilərik. Bunun üçün biz peyvəndlərdən istifadə edirik. Bir cərrahın hepatit haqqında danışmağının səbəbi ondan ibarətdir ki, bu hepatitlər vaxtında üzərinə düşülməzsə, müalicə olunmazsa, gələcəkdə sizi qaraciyər çatışmazlığı, qaraciyər sirozu, qaraciyər xərçənginə qədər gətirib çıxara bilər ki, olan halda artıq qaraciyər köçürmə əməliyyatı gündəmə gəlir və sizi cərraha müraciət etməyə səbəb olur. Ona görə də vaxtında peyvəndimizi olunaq və sağlamlığımızı qoruyaq.